Azərbaycanla Çin arasında viza ləğv olunub. Bəs yaxşı, Azərbaycandan Çinə neçəyə getmək olar və ən ucuz harda qalmaq olar? Hal-hazırda Azərbaycandan Pekinə 270-310 manat arası təyyarə biletləri dəyişir və 56 kilo baqaj verirlər. Ölkədə yerləşən ən ucuz otellərə və yaxud hostellərə nəzər yetirsək, Lijanqda yerləşən Adventure Inn ölkənin ən ucuz hostel tipli fəaliyyət göstərən yeridir və qiyməti sadəcə 7 manatdır. Wuhanda yerləşən Lazy Way hosteli 7 manatdır. Bəs yaxşı, Pekində otel və yaxud hostel neçədir? Pekində yerləşən ən ucuz hostel Wohkun hosteldir və qiyməti 30 manatdır. Bəli, Pekində və Çində qiymətləri bu şəkildədir. Həm iş, həm gəzmək istəyənlərə çox möhtəşəm bir yerdir. Sadəcə xarici pasportunuzu götürürsüz və gedib Çini kəşf eləyə bilirsiniz.